Bugün həm doyumlu, həm də çox ləzzətli qəlyanaltı hazırladım. Tərəvəzləri göstərdiyim formada doğrayıram. Daha sonra qızğın yağda yüngülcə soğanı qovurub, üzərinə bibərləri və sarımsağı əlavə edib qarışdıraraq bir neçə dəqiqə qovurub göstərdiyim formada olduqda götürürəm. Qaba əlavə edib kənara qoyaq. Daha sonra əti nazik uzunsov formada doğrayaraq həmin yağı əlavə edib. Tez-tez qarışdıraraq gür atəşdə bişirək. Əti mütləq gür atəşdə bişirmək lazımdır ki, suyun buraxmasın, içi yumşaq olsun. Üzərinə duz istiyot əlavə edib qarışdırdım. Sonra soyulmuş pomidor və pomidor sosu əlavə etdim. Qarışdıraraq bir neçə dəqiqə qızardıb ocaqdan götürdüm. Biraz da göyərti doğrayıb qarışdırıb kənara qoydum. Lavaşları göstərdiyim formada kəsdim. Daha sonra içlikdən bir dolu xörək qaşığı əlavə edib bükdüm. Hər birini bu formada hazırlayıb qızğın yağda qızartdım. Nəticədə həm ləzzətli, həm də doyurucu qəlyanaltılar hazırlamış olacaqsınız. Mütləq hazırlayın, geri dönüşlərinizi gözləyirəm.